Bismillahirrahmanirrahim. Salam əziz və hörmətli televiziya tamaşaçıları, hər vaxtınız xeyir olsun. Bir daha siz əzizləri xoş gördük. Əziz tamaşaçılarımız, əgər xatırlarsınızsa, biz ötən verilişimizdə Ali İmran surəsinin 61-ci ayəsi haqqında söhbət etmişdik və qeyd etmişdik ki, bu mübarək ayə mübahilə ayəsi kimi tanınmışdır. Əgər xatırlarsınızsa, biz qeyd etdik ki, bu ayədə Allah Teala Peyğəmbərimizə buyurur ki, əgər məsihilər və məsihi alimləri sən gətirdiyin elmin və məntiqin müqabilində yenə öz puç və əsassız əqidələrində və etiqadlarında israr edərlərsə, sən onları mübahiləyə dəvət et. Və biz bu ayədən belə qənaətə gəldik ki, bu ayə İslam dininin və həmçinin Peyğəmbərin haqq olmağını və həqqaniyyətini bütün bəşəriyyətə isbat edir və təbii ki, bunun kənarında da Əhl-i Beytin fəzilətini və üstünlüyünü. Elə bugünkü verilişimiz də yenə bu ayə ilə bağlıdır və inşallah biz bu ayə barəsində bugünkü verilişimizdə ortaya qoyulan sualları dəyərli və möhtərəm qonağımızın vasitəsilə cavablandıracağıq. Amma həmişə olduğu kimi istərdim verilişimizin bugünkü möhtərəm qonağını, hərçənd ki, artıq sizlər onu tanıyırsınız, siz əzizlərimə təqdim edəm. Bugünkü qonağımız cənab Cəfrüslan Bəl-Müslimin Eldar Əleyhisselamzadədir. Eldar müəllim, sizi öncəliklə salamlayır və xoş gəldin deyirəm. Əleykumussalam və rəhmətullah və bərəkatuh. Çox sağ olun, Azər müəllim. Mən də sizə təşəkkür edirəm və həmçinin hörmətli tamaşaçılarımızı salamlayıram. Bəli, əziz tamaşaçılarımız, qısa bir aradan sonra yenidən verilişimiz davam edəcək, bizdən ayrılmayın. Bir daha əziz tamaşaçılarımız, xoş gördük, sizləri verilişimiz davam edir. Eldar müəllim, siz öncəki verilişlərdə qeyd etdiniz ki, hətta sünni alimlərin kitablarından, məşhur və mötəbər kitablarından gözəl nümunələr və gözəl sitatlar gətirdiniz ki, onların da əqidəsi budur ki, bu ayə Əhl-i Beyt haqqındadır və Əhl-i Beytin fəzilətini işarə edir bir növ. Amma eyni halda biz bu ayə haqqında bəzi alimlərdən şübhələr və iradlar görürük. O şübhələrdən və iradlardan biri də elə bu adı keçən ayədə Nisaənadır ki, məsələn deyirlər, Nisaənə cəm gəlib bir halda ki, əqidəmiz Fatimə Zəhra salamullah əleyhadır ya məsələn Əbnaəna ki, cəm gəlib bunun fərdi İmam Həsən və Hüseyndir və həmçinin Ənfusəna və Ənfusəkum bu barədə bir sıra işgallar və iradlar edilib. Əgər imkanınız varsa bunu cavablandırasınız. Güzel. Bismillahirrahmanirrahim. Və bihi nəstə'in innəhu xeyru nasirin və mu'in və sallallahu ala Muhammedin və alihi tahirin. Buyurduğunuz kimi bəli, yəni mən bunu bir daha tamaşaçılarımıza buradan çatdırmaq istəyirəm ki, burada nisaəna, yəni qadınlarımız, əbnaəna, yəni övladlarımız və ənfusəna, yəni özümüz kəlmələrindən məqsəd qadınlardan məqsəd Həzrəti Zəhra salamullah əleyha, övladlardan məqsəd İmam Həsən və İmam Hüseyn əleyhissalam və ənfusənadan məqsəd Həzrəti Əli əleyhissalamdır. Və dedik ki, əksəriyyət əhl-i-sünnə alimləri mötəbər kitablarda, artıq keçən verilişimizdə mən onun 10 kitabın adını onların müəllifləri ilə birlikdə apardım ki, onların başlıcası Müslimdir, öz səhih kitabında bunu gətirmişdir. Və digər təfsir kitabları da buna şahiddir. Ki, bunlar Əhl-i Beytin barəsində, bəli, yəni Əhl-i Beytin barəsində deyəndə məqsəd, yəni bunlar qadınlardan məqsəd Həzrəti Zəhra, övladlardan məqsəd İmam Hüseyn, İmam Hüseyn və ənfusənadan məqsəd Həzrət Əl-İslamdır. Çünki mübahilə günü Həzrət Peyğəmbər bunları gətirdi. Salamullah əleyhi məcməin. Amma bəli, bir sıraları
bu şübhəni edirlər. Nə cür ola bilər ki, əbna-əna, yəni övladlarımız, halbuki burada 2 nəfər deyirsiniz siz, Həsən və Hüseyn əleyhissalama. Mən burada Nazır müəllim tamaşaçılarımıza bir mətləbi çatdırım, çünki mümkündür şübhə qabağa gəlsiniz. Şübhə qabağa gəlsin burada. Məsələn, əbna-əna övladlarımız, Həsən Hüseyn övladlarımızdır da, burada nə şübhə ola bilər? Xeyr, ərəb qrammatikası baxımından siz yaxşı bilirsiniz, mən tamaşaçılarımıza istəyirəm bunu çatdıram. Baxmayaraq ki, bir çoxları bununla tanışdılar ərəb qrammatikası ilə. Tək cəmdən əlavə bir ikilik də vardır. Belə deyil ki, bizim kimi bir tək olsun, bir də cəm. O, onlar. Belə deyil. Bir nəfər və çox. Yəni, tək cəm, belə deyil. Bəlkə tək, ikilik və cəmdir. Elə ona görə də buradan bu şübhəni qarşıya gətirirlər ki, əbna-əna cəmdir. Övladlarımız, halbuki ora gətirilən deyirsiniz 2 nəfərdir. Bəs 2 nəfər deyil də, övladlar olmalıdır. Cəm olmalıdır, 2-dən çox olmalıdır. Amma bu ənfusəna və nisa-ənada artıq tamaşaçılarımıza izah verməyə də ehtiyac yoxdur ki, artıq cəmdir. Qadınlarımız, halbuki biz deyirik ki, Həzrəti Zəhra gəlib ora. Və özümüz cəmdir, nəfsin cəmdir, ənfusəna, halbuki deyirik Həzrət Əli əleyhissalamdır. Bunun cavabı, bir neçə cavab demiyorlar, mən onların yəni zehnində olan qədərini istəyirəm işarə edəm. Baxın, Nazır müəllim, bu bir ümumi qaydadır. Bu müqaviləyə Allah təbarək və təala əmr edir ki, Peyğəmbər dəvət etsin. Mən bir misal ünvanıyla deyim, inşallah sözümüzü çatdırarıq, açıqlayarıq. Deyək ki, Qədirxum bayramını tuturuq. Deyirik ki, hər kəsin, bütün Əli adlı olan uşaqlar gələrlərsə, hər uşaq, Əli adlı olan uşaqlar gələrlərsə, onlara hədiyyə verəcəyik. 100 nəfər, 200 nəfər məclisimizdə insanlar var, bir nəfərin adı Əlidir, durur gəlir. Biz deyə bilmərik ki, sən təksən, biz deyəndə cəm dedik. Biz ümumi bir dəvət kimi, yəni bu bir qanundur. Biz ifadə edirik, biz iblağ edirik, çatdırırıq, bütün Əli adında olan uşaqlar gəlsinlər. Sadəcə olaraq xaricdə bunun nümunəsi bir dənədir. Heç eybi yoxdur və məntiq edir. Və ya çoxdur, belə deyək ki, misal üçün, ola bilsin, qanun vardır ki, filan tarixdə məktəbə 7 yaşlı olan uşaqları biz dəvət edirik. Xaricdə 7 yaşlı uşaq bir nəfərdir. Hər müəyyən bir məntəqədə. Bu demək deyil ki, bu qanuna aid deyil. Bütün müəyyən bir problemi olan sürücülər eləyə bilməzlər. Filan saatdan filan saata qədər şəhərə çıxsınlar. Halbuki sürücü, bu qanunla uyğun olan sürücü bir dənədir. Bu qanunla müvafiq olan sürücü bir dənədir. O sürücü elə bilməz, çıxsın xaricdə çünki cəm idi sənin ifadən, mən təkəm, bəs mənə aid deyil. Yəni bu bir qanun var, bir bunun tətbiqi var xaricdə. Eyni mübahilə bu cürdür, yəni burada şübhə yoxdur. Allah təbarək və təala buyurur, sən denən biz qadınlarımızı gətirək, siz də qadınlarınızı gətirin. Peyğəmbərin, yəni qadınları, o məqsəddə olan qadınları, Həzrəti Zəhra salamında əleyhədə o qadınlardan məqsəd. Bir dənədir. Əgər ikisi olsaydı, ikisini gətirəcəkdir. Üçü olsaydı, üçünü gətirəcəkdir. Övladlar da həmçinin, ənfus da həmçinin. Yəni, özümüzü gətirir. Bir nəfər Həzrət Əli əleyhissalam idi, özündən onu da gətirdi. Əgər ikincisi olsaydı, ikincisini də gətirəcəkdir. Heç bir burada problem yox. Bu birinci cavab. İkinci cavab bundan ibarətdir ki, ərəb qrammatika alimləri də ərəb dilində hansı formada danışılması və ya yazılması düz olub olmamağı Qurana istinad edirlər. Misal üçün, deyirlər, bu cürə bu oxuna bilər. Nə üçün? Çünki Quran-ı Kərimdə belə bir ayə gəlmişdir.
Düzdür, müxtəlif mənbələr vardır, onlardan da biri Quran-ı Kərimdir. Bir tərəfdən biz görürük ki, müsəlmanlar yeşdirliklə deyirlər, mübahiləyə gələn bu 5 nəfərdir. Yəni, Peyğəmbərin 4 yaxını gəlmişdir özündən sonra mübahiləyə. Bəs Quran-ı Kərim bu cəmi, bu təkin və təsniyənin ikiliyin müqabilini işlətmişdir. Nə şübhə yeri vardır burada? Yəni, bir tərəfdən biz yeşdirliklə dedik, bu şəxslərdir. Bir tərəfdən də deyək ki, nə üçün Quran-ı Kərim? Quran-ı Kərim mənbədir. Bəs işlədilməsi düzdür. Əgər hər bir şəxs şək eləsə, şək etməsin. Quran-ı Kərim özü işlətmişdir bunların barəsində. Bu ikinci cavabımız. Üçüncü cavabımız bundan ibarətdir ki, Quran-ı Kərimin birinci mövridi, birinci yeri deyil burada bunu işlətmişdir. Müxtəlif ayələr vardır. Mən o cümlədən bir neçəsini yaddaş eləmişəm burada. Tamaşaçıların diqqətinə çatdırım ki, cəm gətirmişdir Allah Təbarək və Teala o qanunu, o cümləni. Sadəcə olaraq onun xaricdə bir nümunəsi vardır. Misal üçün, Mücadilə surəsinin 2-ci ayəsində, həmçinin 3-cü ayəsində gəlmişdir. Cəm gətirmişdir, sadəcə olaraq onun misdaqın nümunəsi xaricdə bir nəfərdir. Buyurur, Əuzu billahi minəşşeytanirracim, Əllezîne yuzahiruna minkum min nisaihim ma hunne ummahatihim in ummahatuhum illellâi velednehum. Buyurur ki, o şəxslər ki, zihar edirlər. Zihar mən istəmirəm artıq açıqlayam. Zihar bir ərəblərin içində olmuşdur. Ki, öz Peyğəmbərin vaxtında bunu öz qadınlarını analarına oxşadır və bununla da onlar bir növ təlaq xarakterini daşıyır, uzaqlaşırdılar qadınlarından. Peyğəmbər Rəsul Əkrəm sallallahu aleyhi və səlləm gəldi bunları tənbih etmək üçün, gəldi onlara üzərinə kəffarə də qoydu ki, əgər bir-birinizi zihar etsəniz, əlbəttə elə bilməyin ki, onlar belə təsəvvür edirlər ki, artıq ona o qadınları analarının hökmündə oldu, bunlara məhrəm oldu, eləyənməzlər, ailə eləyəsinlər. Peyğəmbər Quran-ı Kərimdə Allah Təbarək və Teala buyurur ki, xeyr, ziharla sizin ailəniz sizə ana olmur. Sizin ananız odur ki, sizi dünyaya gətirmişdir. Amma eyni zamanda Peyğəmbər onları tənbih etdi və buyurdu ki, əgər zihar etsəniz öz qadınınıza, o bir növ dediyim o sözü ona desəniz ki, cahiliyyət devrində siz onu bir növ təlaq bilirsiniz, bunu bilsəniz, kəffarə verməsəniz, o qadın sizə haramdır. Kəffarə də verməlisiniz. Bunun barəsində, amma bu ayənin zahiri, bu ayə gələn zaman bir nəfərin barəsində gəldi. Baxmayaraq ki, çox idi. Amma bu bir nəfərin barəsində gəldi və Peyğəmbərə xəbər gəlib çatdıqdan sonra Peyğəmbər bunun hökmünü Allah Təbarək və Teala'nın tərəfindən aldı və buna cavab verdi. Xaricdə nümunəsi. Amma eyni zamanda hər nəfər zihar edirsə bu hökm ona da şamil olacaqdır. Eyni formada 4-cü ayədə də vəllezîne yuzahiruna min nisâihim thumma ya'uduna lima qalu fatahriru raqabatin min qabli an yatamasса. Bu dediyim kimi kəffarəsini bəyan edir. Əgər zihar etsəniz kəffara da verməlisiniz, etiq rəqəbə, bir nəfər qulu azad etməlisiniz. Və həmçinin başqa bir ayədə biz oxuyuruq, Ali İmran surəsinin 181-ci ayəsində لَقَدْ سَمِعَ اللّٰهُ قَوْلَ الَّذ۪ينَ قَالُوا اِنَّ اللّٰهَ فَقِيرٌ وَنَحْنُ أَغْنِيَا. Allah Təbarək və Teala fəqirdir və biz dövlətli işləyən şəxslərin səsini eşitdi. Ayənin təfsiri, tərcüməsi və digər izahları öz yerində, onu istəmirəm deyəm. Allah Təbarək və Teala eşitdi. Kimin? Allah fəqirdir və biz dövlətli işləyən şəxslərin. Burada cəm gətirib. Halbuki bunu deyən şəxs bir nəfərdir. Yəni, Quran-ı Kərim bunu da çox işlətmişdir. Bundan da əlavə biz ötən verilişimizdə də oxuduq və müxtəlif verilişimizdə də oxuyuruq. Bunu müxtəlif yerlərdə, söhbətlərdə Maidə surəsinin 55-ci ayəsində vilayət ayəsi. İnnəmā vəliyyikumullah və rasuluh vəllezîne âmenullezîne yuqîmûnes-salâte. Əlləzinə Həzrət Əl-İslamın barəsində orada gəlmişdir. Bir nəfərdir misdaqı, xarici nümunəsi. Buyururlar ki, Əl-İslamdır, Əli ibn Əbi Talib əleyhissalamdır. Bəs bunlar mövcuddur və vardır. Və hətta sözü kəsiləm Eldar müəllim, bir nəfərə ehtiram etmək ünvanında ya bir nəfərə böyük saymaq ünvanında məsələn gəlib Quranda var Kana İbrahimi ümmətən. İbrahimi bir ümmət kimi Quran tanıtdırır, yəni onu hörmət mənasında. Bundan əlavə bizim öz ürkümüzdə və xalqımızın arasında da misal üçün biz bir şəxsə onlar deyə işarə edirik
biz bir şəxsə, müəyyən bir şəxsə müxatibə siz deyərək işarə edirik və bunun heç bir problemi yoxdur və mövcuddur və düzdür. Çox sağ olun Eldar müəllim, təşəkkür edirəm. Dəyərli izləyicilərimiz, qısa bir aradan sonra yenidən verilişimiz davam edəcək. Bizimlə qalın. Bəli, əziz tamaşaçılarımız, bir daha xoş gördük sizləri, verilişimizi davam etdiririk. Eldar müəllim, növbəti irada və işqala keçmək istərdim ki, bu iradın və işqalın kökü hətta imamlarımızın zamanına da qayıdır və demək olar ki, bu iradı Məmun İmam Rıza əleyhissalama da edir ki, necə bu ayədə gəlib ənfusana və ənfusakum, Məmun İmam Rıza əleyhissalama deyir ki, mümkündür biri deyə ki, ənfusanadan məqsəd Peyğəmbərin özüdür. Və hətta sünni alimlərindən də Alusi Ruhul Məani təfsirində bu iradə edir ki, ənfusanadan məqsəd Peyğəmbərin özüdür. Buna nə cavab var? Bunun mən elə buyurduğunuz kimi elə rəvayətdə də cavabı verilmişdir. Mən dedi ondan artıqını vermək istəmirəm və məntiqi əqli baxımından da elə belədir. Yəni, ayədə necə buyurur? Təaləv nəd'u əbna'ana və əbna'akum, nisa'ana və nisa'akum və ənfusana və ənfusakum. Biz çağıraq qadınlarımızı, çağıraq, dəvət edək, nədir o? Dəvət edək, çağıraq qadınlarımızı, övladlarımızı və ənfusana, özümüzü. Burada baxmayaraq ki, sözün zahiri belədir. Amma heç vaxt mənası yoxdur. Peyğəmbər özü əvvəla özünün orada hüzuru vardır. İkincisi, burada çağıran kimdir? Çağıran Peyğəmbər Əşrəm sallallahu aleyhi və səlləm özüdür. Mənası yoxdur. Əmr ona gəlir. Mənası yoxdur, özünü çağırsın. Təbii ki, o özündən başqa bir şəxsdir və dediyim kimi, hamısından da rahat cavabı bunun, yəni, əgər hətta biz tənəzzül edək, qəbul edək Peyğəmbərin özünə də aiddir, Həzrət Əleyhisselamın orada olmağını ki, inkar edə bilməzlər. Ki, dediyimiz kimi, yekdirliklə müsəlmanlar onun orada olmasını bəyan edirlər. Bəli. Çox sağ olun Eldar müəllim. Eldar müəllim, biz necə ki, bu ayədən belə bir qənaətə gəldik ki, əlbəttə, öncə belə bir qənaətə gəldik ki, bu ayə Peyğəmbərin və İslam dinin haqq və haqqaniyyətini isbat edir və bunun kənarında Əhl-i Beytin fəzilətini və üstünlüyünü. Mümkündür biri qayıdıb bizdən belə bir sual edə ki, bu ayədən Əli əleyhissalamın vilayətinə və imamətinə sübut ola bilərmi bu ayə? Təbii ki, Həzrət Əleyhisselamın fəziləti... Əlbəttə, ilk baxışda imamət və vilayətə buradan heç... Bəli, zahiri o söz deyil. Yəni, əslində fəzilətinin barəsində olmasına heç bir şək və şübhə yoxdur. Dediyim kimi, mən öncəki verilişdə də Səhih Müslimdən bir rəvayət oxudum ki, Səəd ibn Əbi Vaqqas bu şəxsə Muaviyyə deyir, nə üçün lən etmirsən Əli ibn Əbi Talibə, deyir, mən Peyğəmbərdən 3 fəzilət etmişəm. Yəni, çox eşidib, yəni bu 3 bunun üçün mühümdür. Fəzilət eşitmişəm Əli ibn Əbi Talibin barəsində ki, onun biri məndə olsaydı və mənim dünyam və axirətim üçün bəs idi ki, buyurur biri, deyir ki, onun biri mübahilədir. Yəni, mübahilədə ənfusəna kimi Allah təbarək və teala Həzrət Əli əleyhissalam, Əli ibn Əbi Talib əleyhissalamı qələmə vermişdir. Və dediyim kimi, Müslimdə Həzrət Əli əleyhissalamın fəzilətləri bəxşində bunu gətirmişdir. Bu ayə onun fəzilətinə və Əhl-i Beytin fəzilətinə dəlalət etməsi barəsində heç bir şübhə yoxdur, bunu danışmağa dəyməz. Amma vilayəti barəsində necə? Biz yəni təkcə bu ayənin vasitəsilə eləyə bilmərik Həzrət Əli əleyhissalamın, təkcə bu ayənin vasitəsilə vilayətini sabit edək və vilayətini sabit etmək üçün ayələrimiz çoxdur və yerində də söhbət olunub, sabit olunub. Amma onların kənarında biz bu ayəni görəndə məlum olur ki, bu ayənin vilayətə də bir nəzarəti var.
istəyir ona işarə edə. Mən bir də başqa bir formada sözümü təkmil etmək istəyirəm. Baxın, bir vaxt biz tədqiqatlarımızda da bu cürdür. Görürük ki, bir sıra rəvayətlər, dəlillərimiz və ya ayələrimiz var. Görürük ki, birbaşa hər hansı bir mətləbi isbat edir. Bir sıra rəvayətləri də bunu görəndən sonra biz görürük. Və ya bir sıra ayələri bunu görəndən sonra da görürük. O əvvəlki ayələri gördükdən sonra onu görməyin nəticəsində biz anlayırıq ki, bu da bunu təyid edir. Bu da bunu təsdiq edir. Halbuki, əgər o əvvəlki ayələri biz görməsəydik, biz təkcə bunu düşünə bilməzdik. Bu ayənin zahiri və həqiqəti Əhl-i Beytin fəziləti barəsindədir. Yəni, təkcə bu da olsaydı kifayət idi və bilinirdi. Amma nə cür vilayətə də dəlalət edir, etmir. Biz bunları digər vilayət ayəsi kimi, ulul əmr ayəsi kimi, ikmal ayəsi kimi, təbliğ ayəsi kimi, Qədirxum rəvayəti kimi, Mənzilət rəvayəti kimi, Səqələyn rəvayəti kimi, Təthir ayəsi kimi bu dəlilləri biz görəndən sonra biz başa düşürük ki, bu ayədə Əhl-i Beyt, Həzrəti Əli əleyhissalamın və burada ənfusəna kəlməsində onun vilayətinə dəlalətsiz deyil. Buyurur ki, burada ənfusəna, yəni öz canımızdan, nəfs yəni can. Yəni, biz öz canımızdan olanı buraya dəvət edək, özümüzdən olanı buraya dəvət edək. Bunun istəyir bir növ işarə edir ki, Həzrəti Əli əleyhissalam ki, bunun bariz nümunəsidir, xarici nümunəsidir burada. Bu, həqiqətən Peyğəmbərin özündəndir və Peyğəmbərin özüdür. Mən yenə də bir sıraları o zehinləri müşəvvəş olan, qaçıq olan insanlar fikir etməsinlər ki, burada biz istəyirik Həzrət Əleyhissalama fəzilətini, Peyğəmbər fəzilətini gətirək çıxardaq. Peyğəmbər Peyğəmbərdir və imam imamdır və Həzrət Xətmi Mərtəbət, Həzrət Muhammed sallallahu aleyhi ve sellemin fəziləti Əmir Əl-Möminin üstündür. Buna söz yoxdur. Biz bunu istəmirik deyək. Yəni, Peyğəmbərdə olan o bir sıra vəzifələr bunundur. Yəni, Peyğəmbərin canişinidir, Peyğəmbərin xəlifəsidir. Buna işarə edir. Bir sıra rəvayətlərimiz vardır. Misal üçün var rəvayətlərdə Peyğəmbər buyurur, Aliyyun minni və ənə minhə. Mən Əlidənəm. Əli məndəndir və mən də Əlidən. İmam Hüseyin əleyhissalamın barəsində də vardır. Hüseynun minni və ənə min Hüseyn. Hüseyin məndəndir və mən də Hüseyndənəm. Əhl-i Beytin barəsində var ümumiyyətlə. Buyurur, hum minni və ənə minhum. Onlar məndəndir, mən də onlardanam. Mən istəyirəm buna diqqət etsinlər tamaşaçılarımız. Burada elə bu rəvayətdə Əliyyun minni. Əvvəla Əli Peyğəmbərin zürriyyəsi sayılmır, Əli Peyğəmbərdən ola. Hüseynun minnini biz bu mənaya verə bilərik ki, bu mənaya deyil. Mən istəyirəm Hüseynun minni və ənə min Hüseyn deyir. Bu da buna bəhsi vilayətdir, vilayət bəhsidir, imamət bəhsidir. Bir tərəfdən düzdür, Hüseyn minni və ənə min. Bəli, yəni bunda tozih eləyə bilərik. Bunda hədisi bir növ deyə bilərik ki, bəli, Hüseynun minni, Hüseyn məndəndir, bəli, Peyğəmbərin zürriyyəsindəndir, Peyğəmbərin övladıdır. Necə ki, Mübahilə ayəsində də buyurur, əbnaəna ilə İmam Hüseyn əleyhissalamdır. Bu hissəsini düzəldə bilərik. Amma Əli əleyhissalamı necə düzəldə bilərik ki, onun zürriyyəsindəndir? Xeyr. Və hətta, nə üçün dedim ki, hətta Hüseynun minnini də orada nəvə mənasını, övlad mənasına vurmaq olmaz. Nə üçün? Ənə min Hüseyni neynirsən onda? Mən də Hüseynlənəmi neynirsən onda? Nə cür məna edirsən? Bəs, hətta əgər Hüseynun minni övladlığa da işarə etsə, ki, istəmir onu desin. Hamı məlumdur ki, Hüseynun minni Peyğəmbərin nəvəsidir. Bunu aşkar etməyə ehtiyac yoxdur. Çünki bu tərəfdən gələndə yenə müşküllər. Yenə də amma bunu da qəbul etsək, bir tərəfdən deyir, mən Hüseynlənəm. Bəs, başqa bir şey demək istər. Yəni, 100% bu söhbət deyil. Söhbət başqa bir söhbətdir. Söhbət vilayət söhbətdir. Söhbət canişinlik söhbətdir. Söhbət imamət söhbətidir. Amma Həzrət Əleyhissalam da gələk. Yəni, bundan da daha çətin eləyə bilərlər. Yəni, bunu tozih etsinlər hədisi. Buyurur, Aliyyun minni.
Əli məndəndir. Heç mənası yoxdur deyə ki, Əli, yəni bunun cismi baxımdan bunun övladıdır. Xeyr. Və mən də Əlidənəm. Əhl-i Beyt məndəndir və mən də Əhl-i Beytdənəm. Yəni bizim serişdimiz, bizim həqiqətimiz birdir. Və ənfusəna da istisna. Yəni mənəvi baxımdan, bəli, istəyir onu ismət baxımından, məqam baxımından, mənzilət baxımından, rəhbəriyyət baxımından istəyir bunları bəyan etsin. Ənfusəna da dediyimiz kimi təsrih deyil, sərih deyil, tam aşkar deyil. Biz müəyyən bir dəlilləri gördükdən sonra və bunu nəzərə almaqla ki, başqa bir məna da vermək olmaz buna, məcburuq burada deyək ki, vilayət və imamət məsələsinə olan işarədən də müstəsna deyil bu ayə. Yəni bunun əfsəl olmağı... Xeyr, Azər müəllim, mən bunu istəmirəm deyəm, tamam başqa bir şey demək istəyirəm. Bu, əfsəliyyət işarə etdiniz, bunu da mən əlavə edim. Mən tamam başqa bir əfsəliyyət babından gəlmədim bura. Fəzilətinə işarə edir, düzdür. Və mən istədim, deyəm ki, xeyr, ənfus sözündən məqsəd burada hətta ənfus istəyir, işarə etsin vilayət məqamına. Ənfus ən azı budur ki, bunu iddia edir, ən azı budur ki, bu sadəcə, yəni mənim nəslimdəndir, mənim qohumumdandır, mənim əmim oğludur, mənim uşağımdır, mənim övladımdır, söhbəti deyil 100%, bu dediyim dəlillərə görə. Bəs başqa bir şeydir, mənəvi bir məqamdır ki, onun biri də dediyim kimi digər dəlilləri görəndən sonra onun biri də bu ola bilər ki, vilayət məqamını işarə etsin. Amma sizin buyurursunuz ki, fəzilət baxımından, bəli, fəzilət baxımından da biz belə deyə bilərik. Baxın, biz ki, Şiə alimlərinin içərisində, biz də bir tələbə kimi onların sözlərini müntəqil edirik. Budur ki, imamət məsələsi ilahi bir məsələdir, ilahi bir məqamdır, şəxsin arasında deyil, düzdürmü? Yəni, şəxsin əlində deyil. Əhl-i sünnənin əleyhinə olaraq, əhl-i sünnənin fikri budur, əhl-i sünnə alimlərinin fikri budur ki, xeyr, şuranın öhdəsindədir. Və xilafət məsələsi seçki ilə olunan bir şeydir. Hətta az bir miqdarda ağsaqqalların, düşüncəli, ziyalı insanların az nəfər də olsalar, ədədləri az da olsa belə seçsələr, təyid etsələr, kifayət edər. Necə ki, Əbu Bəşir seçildi, necə ki, Ömər seçildi və Osman. Burada artıq əgər biz hətta öz iddiamızdan kənara qoysaq bunu desək ki, xeyr, imamət əgər hətta siz bizim sözümüzü qəbul etmirsinizsə ilahi məqamdır, mübahilə ayəsində Həzrət Əl-İslamın fəzilətinin nəhayət dərəcədə Peyğəmbərə yaxın olmasını baxımından olan fəzilətini ki, qəbul edirsiniz. Bəli. Bəs, əfsəl olmağını da təsdiq edirsiniz. Təsdiq etməsinizdə ki, edirsiniz, bu ayə onu təsdiqləyir. Bəs lazımdır Peyğəmbərdən sonra Peyğəmbərin nəfsindən olan bir şəxs qarşıya çıxsın. Yəni, artıq bu Azər müəllim, mənim birinci dediyim dəlildən başqa bir şeydir. Yəni, birinci dediyim öz məzamınız əsasında. Əhl-i Şiə alimlərinin nəzəriyyəsi əsasında mən istəyirəm ki, əsl ilahi vilayətə işarə edir. Amma burada fəzilətli ki, ayə ispat edir, siz də qəbul edirsiniz və buyurur ki, Peyğəmbər mənim özümdəndir bu əli, mənim özümdəndir. Bəs ən layiqlisi budur ki, ağıl da bunu təsdiq edir. Buna hökm edir ki, Peyğəmbərdən sonra onun nəfsindən olan, onun özündən olan, ona fəzilətdə ən yaxın olan şəxs rəhbər olsun. Əgər qərar olsa, yəni şura baxımından, əgər qərar olsa seçki baxımından, Həzrət Əli əleyhissalam onların içində ən ləyaqətli şəxs idi. Heç şübhəsiz, fəzilətinə şübhə yoxdur. Təəssüflər olsun, bir sıraları Həzrət Əli əleyhissalamın fəzilətini qəbul etməklə belə deyirlər ki, bu ilahinin məsləhəti bu idi. O cümlədən Həzrət Əli əleyhissalamın xeyrinə də çox danışan, yəni az danışmayan İbn Əbil Hədid Nəhcül Bəlağanın şərhində, əgər Nəhcül Bəlağa kitabının şərhinin xütbəsində yazır ki, Elhamdülillahilləzi həmd deyir, səna deyir, sonra buyurur və qəddəməl məfzulə aləl-əfsə. Həmd olsun Allaha ki, məhsulu, yəni fəziləti az olanı əfsələ müqəddəm etdi. İşarə edir məhsulu Əbu Bəkirə, əfsəli Həzrət Əli-İslam'a. Yəni Həzrət Əli-İslam'ın baxmayaraq ki, fəziləti üstündür. Amma həmd olsun o Allaha ki,
ümmətin fəlahına xatir məhsulu, fəziləti az olanı, dəyəri az olanı, dəyəri çox olana üstün etdi. Yəni bu heç də məntiqi baxımdan düz deyil. Allah təbarək və təala bu işi görməz və onunla boynuna bunu qoymayın. Əgər fəzilətlisi bu idisə, bu da olmalı idi. Hər halda çox sağ olun Eldar xanım, təşəkkür edirəm. Vaxtınıza çox az qalır, istərdim sonuncu və axırıncı sualımı sizdən soruşam. Cahiliyyət ərəb zamanında o nəviyə nəvə deyildi ki, ata tərəfdən olsun. Ana tərəfdən nəvə saymırdılar. Bu ayə buna bir işarə dəlil olur. Tamamilə bəli. Bu ayə buna tamamilə dəlalət edir və bundan başqa da bizim ayəmiz vardır ki, Həzrəti İsa əleyhissalamı İbrahim peyğəmbərin zürriyyəsindən bilir. Halbuki Həzrəti İsa əleyhissalam atası yox idi ata tərəfindən İbrahim əleyhissalama yetişə. Həzrəti Məryəmin vasitəsilə yetişirdi, bu ayədə var. Mübahilə ayəsində də İmam Həsən, İmam Hüseyni peyğəmbər üçün Allah təbarək və təala əbna deyə, övladlar deyə zikr edilir. Bu da cahiliyyət devrində olan fikri tamamilə aradan aparır və bunu da mən elə burada müjdə ünvanı ilə anaları seyid olanlara deyim ki, siz də bu ayəyə istinad olaraq peyğəmbərin övladları sayılırsınız, sadatdan sayılırsınız, seyid sayılırsınız. Baxmayaraq ki, bir sıra ata tərəfdən Bəni Haşimə yetişən seyyidlərə məxsus hökmlər vardır ki, xumus məsələsidir, zəkatın onlara haram olma məsələsidir və bir sıra məsələlər var, onlara aiddir. Amma fəzilət baxımından onlar ki, anaları seyyiddirlər, elə onlar da peyğəmbərin övladları. Və hətta Məmun İmam 7-ci imamımız İmam Musa Kazım'a soruşur ki, sən Əli əleyhissalamın evladısan, niyə peyğəmbərin evladı ki, sənə deyilir? Siz oxuduğunuz ayəni imam olaraq dəlil gətirir. Eldar müəllim, çox gözəl, sizə böyük və dərin minnətdarlığımı bildirirəm. Dəvətimizi qəbul edib gəldiyinizə görə. Təəssüf olsun ki, artıq vaxtın sonuna gəlib çatdıq. Əziz tamaşaçılarımız, bu saata ayrılan vaxt artıq sona çatdı. Diqqətinizə görə siz əzizlərə minnətdarlığımı bildirirəm. Sağ olun, gələn görüşlərə dək.